Ukrayna və Rusiya arasında Malayziya məxsus təyyarənin vurulmasından sonra münasibətlər daha da gərginləşib. Məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putin xalqa müraciət edib. Ukrayna tərəfi isə hadisə yerində meyitlərin axtarışını davam etdirir. Ukraynanın şərqində bir neçə gün əvvəl vurulan təyyarədən daha 21 nəfərin meyidi aşkar edilib. Bununla da təyyarədə olan 298 sərnişin və heyət üzvünün 251 nəfərinin meyidinin tapıldığı deyilir. Bundan əvvəl tapılan 200-ə yaxın meyid soyuducuya yığılaraq Torres stansiyasından 30 kilometr şərqə aparılmışdı. Hazırda o vaqonların fəaliyyətsiz dayandığı bildirilir. Bugün qəza yerinə Hollandiyadan olan mütəxəssis qrupu gələcək. Həlak olanların yaxınları meyidlərin təhvil verilməsi üçün Rusiya prezidenti Vladimir Putinə müraciət ediblər. Vladimir Putin isə hadisədən heç kimin öz siyasi maraqları üçün istifadə etməyə haqqının olmadığını bildirib. Ukraynanın şərqində iyunun 28-i silahlı münaqişə bərpa olunmasaydı, bu faciə baş verməzdi. Bu cür hadisələr insanları ayırmamalıdır, əksinə birləşdirməlidir. Hadisə yerində beynəlxalq mütəxəssislərin təhlükəsiz çalışmasını təmin etmək üçün hər bir tərəf əlindən gələni etməlidir. Təyyarənin qara qutusunun əllərində olduğunu deyən Donetsk Xalq Respublikasının lideri Aleksandr Baraday qutunun yaxşı vəziyyətdə olduğunu və onu Beynəlxalq Mülki Aviasiya Təşkilatına təhvil verməyə hazır olduğunu bildirib.